Hər ölkənin, hər şəhərin heykəlləri onun tarixinin qədimliyindən xəbər verir. Məhz buna görə də dünyada heykəllərə xüsusi diqqət yetirilir. Bizdə də çoxlu sayda heykəllər var, amma nədənsə heykəllərin ətrafında elə heykəl haqqında ətraflı məlumat olan lövhə yerləşdirilməyib. Heykəllərin üzərinə adını və soyadını, doğum və ölüm tarixini yazmaqla bu işin kifayət qədər yetərli olduğunu hesab edirlər. Nəzərə alsaq ki, Bakı 2015-ci il Avropa oyunları zamanı paytaxtda minlərlə turist gələcək. Onda məsələnin vacib olduğunu düşünməyə dəyər. Təəssüf ki, bizdə nə yerli əhaliyə, nə də əcnəbilərə heykəllər barədə gərəkli informasiya almaq imkanı yaradılmayıb. Ad soyad yazmaqla iş bitmir. Bəzi insanlar var ki, o şəxsiyyətdən kim olduğunu heç tanımırlar. Hər hansı bir tanınmış şəxsiyyətsə, onun həyat fəaliyyəti haqqında da qısaca olaraq məlumat yazsa daha yaxşı olar. Azərbaycana yetərincə turistlər gəlir. Hər bir heykəlin qarşısında məlumat lövhələri olmalıdır. Xarici ölkələrdə məşhur insanların heykəl və büstlərinin yanında həm elektron lövhələr, həm də müxtəlif dillərdə tərcümə olunan yazılar yerləşdirilir. Nəticədə hər kəs bu məlumatlardan yararlanır. Şagirdlərimiz orta məktəblərdə, tələbələrimiz isə ali təhsil ocaqlarında tarixi şəxsiyyətlərimiz barədə biliklərə yiyələnsələr də, əcnəbi turistlərin nə bizim tariximizi, nə də ədəbiyyatımızı öyrənməyə imkanı yoxdur. Abidələrlə, ilk tanışlıq lövhələr üzərində olan yazılardan asılı olacaq və buna görə də respublikamızda turizmin inkişafı üçün və gənc nəsillərin tərbiyəsi üçün, eləcə də abidələrlə tanış olmaq istəyən şəxslər üçün bu çox vacib və önəmli bir işdir. Məsələni aydınlaşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəndə, Nazirlik bu işin Bakı şəhər icra hakimiyyətinin səlahiyyətində olduğunu bildirdi. Bakı şəhər icra hakimiyyəti isə hər zamanki kimi sualımızı cavablandırmağa təşəbbüs belə göstərmədi. Tarix özünə qayda işləməkdir. Öz tarixini qoruya bilməyən millət isə məhvə məhkumdur. Bəzilərinə xırda görünəcək bu məlumat lövhələrinin əslində çox böyük tarixi təbliğat vasitəsinə çevrilə biləcəyini unutmamalıyıq. Vasif Azalov, Rahim Mustafayev, Lider TV.